10. Amazonun qaynar çayı. Amazon meşəsinin ən dərin və insan ayağı dəyməyən yerlərindən birində tam mənasıyla qaynar bir çay axır. Suyun temperaturu bəzən 100 dərəcə Selsiyə çatır. Ətrafda heç bir vulkan yoxdur, yəni bu su magma ilə qızmır. Şamanlar belə bu çaya şeytanın nəfəsi deyirlər. Çünki çaya düşən canlılar bir neçə saniyədə bişib ölür. Çayın yaxınlığında buxar o qədər sıxdır ki, nəfəs almaq çətinləşir. Aparılan ekspedisiyalar çayın termal su mənbələri ilə qızdığını desə də, niyə məhz yalnız bu ərazidə bu dərəcədə böyük istilik toplanır? Bu, elmin hələ cavablandıra bilmədiyi sualdır. 9. Qışqıran meşə. İngiltərədəki Winfield meşəsi adi meşələrdən deyil. Külək biraz gücləndikdə meşədən qəribə, insan qışqırığını xatırladan səslər gəlməyə başlayır. Bəzi səslər sanki ağlayan bir qadını, bəziləri isə qışqıran uşağı xatırladır. Sakinlər deyir ki, bu meşədə əsrlər əvvəl itkinə çıxan insanlar olub və onların ruhlarının səsi hələ də ağaclarda dolaşır. Elmi izah budur ki, ağacların gövdələri bir-birinə sürtünür və rezonans səsi əmələ gətirir. Amma sual budur, niyə məhz bu meşədə bu qədər həqiqi insan səsinə bənzəyir? Bu, hələ də sirr olaraq qalır. 8. Mavi lava püskürməsi. İndoneziyanın Kawah Ijen vulkanı gündüz adi görünür, amma gecə tam başqa aləmə çevrilir. Dağın ətəyindən mavi rəngdə lavaya bənzər axıntılar gəlir. İnsan ilk dəfə görəndə elə bilir ki, yerin altından mavi ot püskürür. Əslində bu, kükürt qazının yüksək temperaturda yanması nəticəsində yaranan mavi alovlardır. Amma bu alov o qədər güclüdür ki, hətta axıntı formasında da görünür. Ziyarətçilər bu mənzərəni dünyanın sonu səhnəsinə bənzədir. Elmdə izahı olsa da, bu fenomen hələ də çoxları üçün mistik olaraq qalır. 7. Yeni Zelandiyanın meşələrinə gecə girəndə sanki minlərlə ulduz torpağa düşüb. Burada yaşayan glowwormlar gecə ağacların altını işıqlandırır. Təbii işıq şousu yalnız bir neçə metr uzaqlıqda olsa da insanı heyrətə gətirir. Bu möcüzəvi işıq həm də ekosistemin vacib bir hissəsidir. Tırtıllar böcəkləri cəlb edir və torpağın canlı qalmasını təmin edir. 6. Taos Hum. Görünməyən səsin gizəmi. ABŞ-ın New Mexico ştatına bağlı Taos şəhərində insanlar 24 saat 7 gün davam edən qəribə bir səs eşidir. Bu səs nə təkcə havada, nə də yerin altında aşkar edilir. Adi mikrofonlar belə onu qeydə almır. İnsanlar deyir ki, səs sanki yerin dərinliklərindən gələn uğultuya bənzəyir. Bəziləri üçün sakitləşdirici olsa da, bəzilərində baş ağrısı və yuxusuzluq yaradır. Hökumət bu səsin mənbəyini tapmaq üçün komissiya yaratdı, amma nəticə sıfır. Səs var, amma izah yoxdur. 5. Ölməyən meduza. Bu canlı dünyanın ən böyük sirlərindən biridir. Turritopsis dohurni adlı meduza dəfələrlə yenidən doğula bilir. Zədələnəndə və ya qocalanda öz hüceyrələrini gənclik mərhələsinə qaytarır. Bu proses tipdə transdiferensiya adlanır və insanlarda mümkün deyil. Düşünün, əgər bu mexanizm insanlarda işləsəydi, xəstəliklər, qocalma, hətta ölüm tamamilə dəyişə bilərdi. Bu meduza isə bunu təbiətin içində heç bir texnologiya olmadan edir. Təbiətin ən gözəl, həm də ən qəribə hədiyyəsi. 4. Namibiyanın hərəkət edən daşları. Namibiyanın səhrasında yerləşən bu daşlar gecələr öz-özünə hərəkət edir. Səhər insanlar səhraya gəldikdə daşların arxasında uzun izlər görür. Yəni daşlar yerdə sürüşərək yüzlərlə metr hərəkət edib. Tədqiqatçılar əraziyə kameralar qoysalar da nə baş verdiyini çəkə bilməyiblər. Daşlar hər dəfə kameraların olmadığı saatlarda hərəkət edir. Bəzi alimlər bunun güclü küləklə əlaqəsi olduğunu deyir. Amma külək bu qədər ağır daşları necə belə dəqiq istiqamətdə sürüşdürür? Elmi izahlar hələ də tam uyğun gəlmir. 3. Dünyanın ən səssiz otağı. Minnesotadakı Orfield laboratorisdə yerləşən səssizlik otağı dünyada ən az səs olan yerdir. Otaqda səs səviyyəsi -9 dezibelidir, yəni səs sıfırdan aşağıdır. İnsan bu otağa girəndə öz ürəyinin döyüntüsünü, qanının damarlarında axma səsini, hətta sümüyün yaranma səsini belə eşidir. Bir neçə dəqiqə keçəndən sonra beyin səs axtarır və illüziyalar yaratmağa başlayır. Bəziləri otaqda insan siluetləri gördüyünü belə deyir. Dünyanın ən səssiz yeri, amma ən qorxulu yerlərdən biri. 2. Qışqıran buzlar, Antarktida. Antarktida buzlaqları kəskin temperatur dəyişikliyində çatlayanda elə səslər çıxarır ki, sanki nəhəng dəniz canavarları qışqırır. NASA bu səsləri qeydə alıb və analiz edib. Buzun içində sıxışan hava təzyiq dəyişkənliyi ilə partlayaraq güclü rezonans yaradır. Amma bəzi səslər insan qulağında qəribə, çəngəl,
ah çığırtı effektləri yaradır. Sanki buzun içində nəsə var və çölə çıxmaq istəyir. 1. Qan şəlaləsi. Antarktidadakı qan şəlaləsi yer üzündə ən sirli yerlərdən biridir. Təmiz ağ buzların arasından qırmızı rəngli su süzülür. İlk tapıldığında alimlər həqiqətən bunun qan olduğunu düşünmüşdülər. Sonradan məlum oldu ki, suyun içində dəmir var və oksigenlə təmasda qırmızıya çevrilir. Amma suyun qaynağı hələ də böyük sirdir. Bu şəlalənin altında 1.500.000 il izolyasiya olunmuş mikroblar yaşayır. Onlar nə gün işığı görüb, nə də oksigen. Təbiət burada sadəcə su axıtmır. Burada başqa bir dünyanın qapısını açır. Bu sirlər bizim nə qədər az bildiyimizi göstərir. Dünya düşündüyümüzdən daha qəribə və daha böyükdür.